bölü t'dir. Və tangens alfa v-yə bərabərdir. Alfa artanda tangens artır deyə v də artır. Saatın dəqiqə qrəbi bir tam dövr eləyəndə saniyə qrəbi neçə dövr eləyər? Baxan kimi görsənir ki 60'dır. Çünki saatın dəqiqə qrəbi 60 dəqiqə dövr eləyir. Saniyə qrəbi də 1 dəqiqə. Nisbət baxımından baxanda bu 60 eləyir. Amma ümumiyyətlə tam dəqiq yazmaq üçün periyod bilirsiniz ki t bölünsün n'dir. Yəni periyod dövrlərin sayından tərs asılıdır. Yəni yazsaq t dəqiqə böl t saniyə bərabərdir. Tərs aslıdır axı. N saniyə böl n dəqiqə. Dəqiqə qrəbinin periyodu 60 dəqiqə, saniyə qrəbi 1 dəqiqə yazsaq, onda bizdən saniyəni soruşur. Dəqiqə qrəbində dövrün verib 1 tam dövr. Buradan saniyənin dövrlərin sayını tapsaq, dəqiqələr gedir deyə nə qalır? 60 qalır. Cismin kütləsini ölçür, tərəzi. Cismin yer tərəfindən cəzb olunduğu qüvvə nə adlanır? Ağırlıq qüvvəsi adlanır. Elastikliyə təsir edən qüvvənin qiyməti 4 dəfə artanda mütləq uzanma 4 dəfə artar. Gəlin düsturu xatırlayaq. F elastiklik bərabərdir K vurulsun X-ə. Buradan X mütləq uzanma nəyə bərabərdir? F elastiklik böl K. X F elastiklikdən düz asılıdır. Hansı hərəkət X ox istiqamətində bərabər yavaşlayan? X ox istiqamətində bərabər yavaşlayan deyirsə, V0 müsbət olmalıdır. Bərabər yavaşlayan deyir deyə təcil mənfi. Baxın, Y variantı uyğun gəlir. Burada yazılmayıbsa V0 1-dir, təcil də mənfi 4-dür. Kütləsi 3 kiloqram olan cismə 5 metr böl saniyə kvadrat təcil verən qüvvə çox asan F bərabər MA-dır. 3'ü 5'ə vuranda 15 Newton. Saat əqrəbinin əksinə hərəkət edən cisim. Onda baxın belə yox qoyaq. A nöqtəsində xətti sürət bilirik ki, çevrəyə çəkilən toxunan boyunca yönəlir. Yəni B bəndi. Aha, saat əqrəbinin hərəkətin əksi deyir də. Bəli, saat əqrəbinin əksi budur. A nöqtəsində bu tərəf olacaqdır. B bəndi. Gəl keçən növbət səhifəyə. Nə deyir? Yer səthindən H hündürlükdə birinci kosmik sürət hazır düsturdur, budur. Ümumiyyətlə bilirsiniz ki, birinci kosmik sürət kök altında J vur R-dir və ya J M bölünsün R-dir. H hündürlükdə deyirsə üstünə H gəlirik. Daha sonra cisim yolun birinci yarısını V1, ikinci yarısını V2 ilə gedirsə, orta sürət bilirsiniz ki 2V1, V2 bölünsün. V1 plus V2 olacaqdır. Məsələn, yol 3 bərabər hissəyə bölünsəydi, yəni təkrarlayaq, V orta bərabər olacaqdır 3 vur V1, V2, V3 bölünsün V1, V2, V1, V3 plus V2, V3. Bu yol bərabər olandadır. Zaman bərabər olanda isə, baxın bunları təkrarlayaq. Siz V1, V2 n dənə V-ni toplayıb n-ə bölürdünüz. Bu zamanlar bərabər olandadır. Vəssalam. 41, periyod 4-dürsə omeqanı tapın. Bilirsiniz ki, bucaq şot omeqanın düsturları 2pi-n və ya 2pi böl t-dir. 4 saniyə deyirsə, omega bərabər 2 vur 3 böl 4. 1,5 eləyəcəkdir. Vəssalam. 42-yə baxaq. Sapla birləşdirilmiş F-i verib deməli bizə 48 Newton. Aha. 3M və 4M-dəki bu T-ni soruşur. Bunun üçün düstur necə idi? Xatırlayırsınız. F böl T nisbətini yazırsan, F nə idi artır? 4M-i. 4M nə idi artır? 3M-i. Bu da M-i də artır. Deməli, F dartdı 8M-i. T nə idi artır? 3M-i. 3M nəyə bağlanıb? M-ə. Onda T nə idi artdı? 4M-i dartmış oldu. M-lər bölündü. Burada qaldı neçə? 2. F deməli 48 bölünsün T bərabər 2-dirsə. Buradan T neçə oldu gənclər? 24 Newton olmuş oldu. Şaqul aşağı istiqamətdə 60 kiloqramlıq kütləli paraşütçü sürətin asılı qrafiki verilib, əvəzləyici qüvvə. Sürət qrafikinə baxın, sabit verilib. Sürət sabitdirsə, əvəzləyici qüvvə 0 olur. Çünki F əvəzləyici bərabərdir MA-ya. Sürət sabit olanda təcil 0 olur. Deməli, əvəzləyici qüvvə də 0 olur. Hərəkət zamanı cızdığı xət nə adlanır? Trayektoriya adlanır. Belə. 45-ə baxaq. 20 saniyə ərzində 5 dənə tam dövr eləyib. Onda T bərabər kiçik T böl N. 20 saniyə 20-ni 5-ə bölürük. Periyod 4 saniyə eləyir. Newton vur saniyə böl kiloqram. Newton böl saniyə. Newtonun yerinə qüvvə yaz. Saniyənin yerinə T yaz. Kiloqramın yerinə M yaz.
F bölünsün M bizə A-nı verirmi? Bəli. A vur T nə olacaq? V. Sürət. Sonra cismin tənliyin veribdir. 3-cü saniyənin sonundakı V-ni deyir. Tamam. V bərabərdir. 16 çıx 2 vur 3. 16 çıx 6-dan V elədi 10. Tapdıq. Çevrə üzrə hərəkətdə A-dan B-yə 1 saniyəyə çatırsa, omeqanı deyir tap. Gəlin yazaq dəyərli dostlar. Omega bərabərdir 2 pi böl T. Tamam. 2 vur pi-ni verib üst. T-ni bilmirəm, amma bilirəm. Baxın. 30 dərəcəni 1 saniyə dönür. Tam çevrə 360 dərəcə deyilmi? Bəli. Onda 30 dərəcəni 1 saniyə dönürsə 360 x-ə dönər. Onda buradan x edər neçə? 12 saniyə. Bu elə bizim periodumuz deyilmi? Bəli. Çünki period tam dövrə sərf edilən zamandır. Onda 2 vur 3 bölünsün 12. 6-nı böldüm 12-yə 0,5 radian bölünsün saniyə. Təkrar edirəm. Yəni biz burada period tapmalıyıq. Period isə tam dövrə sərf edilən zamandır. Vəssalam. Nə deyir? Sükunət vəziyyətindən bərabər təcilli. Sükunət vəziyyəti deyirsə, tez V0 0 qət ilə yazdın. S bərabərdir AT kvadrat bölü 2. Deməli, 20 bərabərdir. A-nı gəl tapaq. Vur 2 kvadrat bölü 2. Buradan təcil etdi neçə? 10. İkinci saniyənin sonunda surət. V bərabər AT. A 10-dur. 2 saniyə deyirsə, V elədi neçə? 20. Vəssalam. Çevrə üzrə hərəkətdə dövrlərin sayı radiusdan deyirsə, bu düsturu yenə yazaq. V bərabər 2 pi böyük N R böl T. Buradan böyük N nəyə bərabərdir? Hər tərəfi T-yə vursam, VT bölünsün 2 pi R. D bəndi. Həcmi 0,3 olan, kubmetr olan cismin kütləsi yenə M bərabər rho V-dən. Deməli, sıxlıq 500, həcm %3-dürsə 15 kiloqramdır. 52-yə baxırıq. Koordinat zaman qrafiki şəkildəki kimi olan cismin sürətinin proyeksiyası hansıdır? Əziz dostlar, baxırıq ki, əvvəlcə bu cisim neyniyib? Yavaşmağa başlayıb. Düzdür, x ox istiqamətində yavaşlayıb, sonra x oxun nəksinə yeyinləşib. Gəlin görək bunun tapa bilirikmi? Əslində, buradakı 5 saniyə bunun tormuz müddətidir. İndi baxın, bərabər yavaşlayan olduğunu bilirik. Onda V bərabərdir. V0 çıx AT şablonu yazmalıyam. Qrafik əvvəlcə x-ox istiqamətində yavaşlayıb axı. Deməli, V0 nə olacaqdır? Müsbət. Amma parabolanın qolu fikir verirsinizsə, burada aşağıya doğru baxır deyə təcilin mənfi olacağı mesajını aldım. Ya da ki, heç bunları bilməsəniz belə, qrafik T oxundan yuxarıdadırsa, V0 müsbət olmalıdır. Amma yavaşlayan deyirsə, V0-la A əks işarəli olmalıdır. Düzdür? Vəssalam. Vəssalam. Üzr istəyirəm. Aha. İndi baxın 5 saniyə burada tormuzdur. Aydındır və koordinat da verib burada bizə x 25. Və parabolanın təpə nöqtəsində biz bilirik ki, son surət nəyə bərabər olur? 0-a. Onda gəlin x-in bu düsturun yazaq. X-in bu düsturu V0 plus V bölü 2 vur T. 25 bərabərdir. Fikir ver, 25-də bu koordinat maksimal qiymət alıb. Yəni son sürə 0 olub. V0 vur T-nin yerinə 5 yazıram. Böl 2. Buradan V0 nəyə bərabərdir? Deməli, 25-i 2-yə vurub 5-ə bölsəm 10. Əla. V0-ın 10 olduğunu tapdım. Əla. İndi gənclər, gəlin görək biz buradan A tapa bilirikmi? Bəli. Təcilin düsturu V çıx V0 böl T. Onda A bərabərdir. Son surə 0-a gedir axı. Deməli, 0 çıx, V0 10 böl 5-dən. Buradan A nə eləyəcəkdir? Deməli, mənfi 2. Vəssalam. Biz buradan da bunu tapmış olduq. Deməli, çıxılsın 2T, yəni Y variantı olacaqdır gənclər. Vəssalam. Gəlin keçək bura. Deyək ki, yer səthindən şaquli yuxu atılmış cismin uçuş müddəti, yəni T uçuş 8-dir. Yer səthindən deyirsə, hamı bilir ki, T uçuş 2 T qalxmaya bərabərdir. Onda 8 bərabər 2 T qalxma. Buradan T qalxma oldu neçə? 4 saniyə. H maksimalın düsturun gəl xatırlayaq. J vurulsun. T qalxma ha, T uçuş yox. Kvadrat bölü 2. 10 vur 4 kvadrat bölü 2-dən neçə elədi? 80 metr. Vəssalam. 54-ə baxaq. Yenə bir qayışlı ötürmə sualıdır. Əla. Deyir ki,
A nöqtəsinin surəti, yəni VA neçədir? 16. Deyir, B nöqtəsinin periyodunu tap. Tamamdır. Yəni bizdən soruşur B nöqtəsinin periyodunu, TB-ni. Biz bilirik ki, qarşıda ötürmədə xətti sürətlər sabit olur. Yəni VA nəyə bərabərdir? VB-yə. Deməli, B nöqtəsində surəti neçəymiş? 16. Radiusu verib 4. Onda mən B nöqtəsi üçün yaza bilərəm ki, VB bərabərdir 2pi r bölünsün TB. Radiusları verir baxın. Onda 16 bərabərdir 2 vur 3, r verib 4 bölünsün TB. Buradan B nöqtəsinin periyodu bərabərdir 2 vur 3 vur 4 böl 16. Deməli 2-ni 3-ə vurdum 6, 4-ə vurdum 24 böl 16. 4-ə ixtisar eləsəm neçə qalacaq? 6 böl 4-dən 1,5 saniyə. Deməli, B nöqtəsinin periyodu nə oldu? 1,5 saniyə olmuş oldu. Qəşəng sualdır. 55 M4-dür. 6 saniyə ərzində 10-dan 22-yə çatdırmaq üçün tələb olunan qüvvə tamamdır. F bərabərdir M-a. M-i verib 4 vur. A-nın yerinə yazıram V çıx. V0 böl T. Əla. 4 vur. T-ni verib 6 saniyə. V 22 10-dan artıraq. Deməli 10 başlanğıc sürət. 4 vur. 22-dən 10 çıxdım neçə elədi? 12 böl 6 2 elədi bura. Əla. 4-ü 2-yə vurdum 8 Newton. Əla. Deyir ki 45 metr hündürlükdən sərbəst düşür. Onda orta sürət tap. Deməli burada V hesablasaq sərbəst düşmədə gənclər bilirsiniz ki V0 0 olur. Onda V tapsam 2GH düzdür. Onda bu kök altında 2 vur 10 vur 45. 2'ni 10'a vurdum 20, 45'e vurdum kök altında 900. Buradan V oldu 30. Şimdi orta surət buradan neye beraberdir? V böl 2. Yəni 30 bölünsün 2'dən 15 metr böl saniyə. Vəssalam. 57'ye baxın. Deyir uyğunluğu müəyyən eləyin. Tamam. Xatırlayırsınızsa yerdən bir H hündürlükdə FH. Ağırlıq qüvvəsi deyir axı. Belə olurdu. J kiçiyim vur böyüyüm bölünsün. Əgər yerdən söhbət gedirsə ki burada yer deyir. Yer plus H-ın kvadratı. Yəni H bərabər R deyəndə qısa yol nə idi? Üzərinə R gəl, yüksət kvadrata həmin dəfə azalacaq. İndi H bərabər R-dir. Üzərinə bir R gəlirəm, yüksəldirəm kvadrata, R-dir, üstünə R gəlirəm 2R, kvadrat 4 dəfə kiçik olur. Yəni 1-ə C getdi. 2R'dir, üstünə R gəlirsən, yüksəldirsən kvadrata, 2R plus R nə elədi? 3R kvadrat nə elədi? 9 dəfə azaldı. Deməli 2-yə nə getdi? D. 3R'dir, üstünə R gəlirəm, olur 4R, kvadrat nə eləyir? 16 dəfə azalır. 3-ə getdi, Y bəndi. C, D, Y. Aha. Baxaq, 58, 59, 60-a. Sürtünmə qüvvəsinin təsiri ilədir. Deməli, deyir, cismin başlanğıc sürətini tap. Tamam. S tormuz nəyə bərabərdir? V0 kvadrat bölünsün 2 mu J. Çünki buradan da sürtünmə qüvvəsinin təsiri deyir. Aha, mu J. Baxın, S tormuz 100 olanda sürtünmə misalın 10'da 2 olub. Onda 100 bərabərdir. V0 kvadratı böl 2 vur mu 0,2 J'ni verib 10. 10 da yazıram 100 bərabərdir. V0 kvadrat 2'ni vurdum 0,2'ye vurdum 10'a bu elədə neçə 4. Onda buradan V0 kvadrat nəyə bərabər? 400'ə kök aldığım zaman V0 oldu 20 metr böl saniyə. Deməli bizdən soruşduğu V0 tapdıq neçədir? 20 metr bölünsün saniyədir. Vəssalam. 59 dinamometrin köməyi ilə kütləsi 250 qram olan cismi 2 metr böl saniyə kvadrat tezliklə yuxarı qaldıran zaman sərtliyi 50 Newton böl metr olan dinamometr yayının mütləq uzanması. Yuxarı qaldırılan zaman nə edirdik? Kx-i bərabər eləyirik. M vurulsun J plus A-ya. K 50 X-i soruşur bərabər. 250 qram minə bölürsən 0,25. J 10'dur. A 2'dir. Buradan 50x bərabərdir. 10 plus 2 12 125 125'ə vuranda 4'də 1'ə vurmaq deməkdir. 12'ni deməli 4'də 1'ə vuranda neçə elədi? 3. Onda buradan x uzanma nəyə bərabər oldu? 3 bölünsün 50'yə, yəni 0,6 metrə. Və ya x neçə olacaqdır? 6 santimetr. Vəssalam. Gəldik son suala. 60'a baxaq. Deyir ki,
Dartı qüvvəsinin təsiri ilə bərabər sürətlə dartılır. Bərabər sürətlə dartılırsa təcil nə olurdu? 0. Əla. Təcil 0 olanda sürtünmə qüvvəsi dartı qüvvəsinə bərabər olur. Sürtünmə qüvvəsinin düsturu nədir gənclər? Mün. Amanın bir günüdür. Nə olar bunu müc yazma. Mün yaz. Əla. İndi gəl qüvvələri göstərək. Aşağı doğru nə var? Mg. Yuxarı doğru nə var? N reaksiya. Fikir ver. N yuxarı, F ilə mg aşağı. Tarazlıq şərtindən n bərabərdir. F üstəgəl mg yaza bilərəmmi? Bəli. İndi F-i verib neçə? 10. M-i verib 5. Üstə gəlinsin 5 vurulsun. J-ni də verib 10. Onda buradan N reaksiya neçə elədi? 60 Newton. Onda dartı qüvvəsini soruşur bizdən. Dartı qüvvəsi elə bərabər sürətdə hərəkətdir deyə sürtünməyə bərabərdir. Onda sürtünmə misalını verib onda 2. Bunu da vurdum 60'a. Neçə elədi bu? 12 Newton. Deməli bizdən sualda istədiyi dartı qüvvəsi neçəyə bərabər oldu? 12 Newtona bərabər oldu. Əla. Hamısını həll etdik. Asan suallar da vardı, maraqlı suallar da vardı. Yəni çətin sınaq sayılmaz bu. Ancaq təkrar niyyətindən məncə mükəmməldir. Əla. Bunu da bitirdik. Növbəti sual izahlarında görüşərik dəyərli izləyicilər. Özünüzə yaxşı baxın. Allah'a emanet olun. Hələlik.